Salam, hər birinizi xoş gördük. Bu günləri Dövlət İmtahan Mərkəzinin 2 və 3-cü qruplar üçün sınaq 20 variantlı test sualların izahına baxacağıq. Lakin mən 11-ci mövzudan başlamışam. Səbəb isə odur ki, 11-ə qədər olan mövzular mövzu sınaqlarıdır. Düzdür, onları da ayrı-ayrı paylaşılacaq başlıq olaraq. Sınaq 1, sınaq 2, sınaq 3, sınaq 4. O sınaqlar dövrlər üzrə bölünüb. Qədim dövr, Azərbaycan 19-20-ci əsrlərdə, müasir dövr. Bu 11-dən 20-yə qədər olan mövzular isə ümumi sınaqları əhatə eləyir. Biz ümumi sınaqların izahını YouTube kanalında yerləşdirəcəyik zamanla. Deməli, ilk öncə 3-cü qrupların sınaqlarını, daha sonra isə 2-ci qrupların sınaqlarını dəstək məqsədi ilə qəbul imtahanına qədər yerləşdirəcəyik. Sizdən xahişimiz isə kanalımıza abunə olmağı və bildirimləri açmağı unutmamağınızı xahiş edirik. Başlayaq 11-ci sınaq 11-in suallarının izahını verməyə. Deməli, birinci sualdan başlayaq. Birinci sual hər il qəbul imtahanı olduğu kimi sınaq imtahanında da verilmiş suallardan biridir. İbtidai icma quruluşundan bir sual qəbul imtahanına düşür. Uyğunluğu müəyyən edin. Orta Tunc dövrü və Son Tunc erkən dəmir dövrünə aid olan hadisələri seçməliyik. Deməli, baxaq. Orta Tunc dövrünə aiddir. Ayaqla hərəkətə gətirilən duruq çaxlarından istifadə Son Tunc ilk dəmir dövrünə, yəni erkən dəmir dövrü, ilk erkən sözləri eynidir. İlk dəmir dövrünə aiddir. Daha sonra duluzçuluğun meydana gəlməsi Neolit dövrünə aiddir. Yəni Tunc dövrlərinə aid deyil. Boyalı qablar mədəniyyətinin formalaşması Orta Tunc dövrünə aiddir. Orta Tunc dövrü boyalı qablar mədəniyyətidir. Eyni zamanda bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq, ilkin şəhər mərkəzləri məhz Orta Tunc dövründə yaranıb. Elə D variantına baxsaq görərik ki, ilkin şəhər mərkəzlərinin yaranması Orta Tunc dövrünə aiddir. Sənətkarların tacir qruplarından ayrılması isə 3-cü ictimai əmək bölgüsüdür. Bu da Son Tunc dövrünə aiddir. Deməli, Erkən Tuncda 1-ci ictimai əmək bölgüsü olub, əkinçilik sənətkarlıqdan ayrılıb, Orta Tunc dövründə 2-ci ictimai əmək bölgüsü olub, əkinçilik, maldarlıq sənətkarlıqdan ayrılıb. Son Tunc ilk dəmir dövründə sənətkarlar tacir qruplarından ayrılıb. Cavabımız D variantıdır. İkinci suala baxırıq. Deməli, 11-ci sinif yeni dərslikdən salınmış suallardan biridir. Brexit planı ilə Avropa Birliyindən ayrılan dövləti xəritədə müəyyən edin. Bu, Böyük Britaniyadır. Böyük Britaniya 1973-cü ildə Avropa İqtisadi Birliyinə qəbul olunub. 2000-ci ildə isə Avropa İqtisadi Birliyindən ayrılıb. Xəritədə Böyük Britaniya 2-dir. Ona görə variantımız D variantıdır. 3 Fransadır, 4 Almaniyadır, 1 Osmanlı ərazisidir. Biz bunu necə öyrənirik? İspaniya, Fransa, Almaniya, Polşa, Belarusiya, Rusiya. Aydındır. Fransanın alt hissəsi İtaliya, üst hissəsi isə Böyük Britaniya. Burada Osmanlı ərazisidir. Növbəti üçüncü sualın izahına baxaq. Manna hökmdarı Ahşerinin hakimiyyəti dövrü üçün səciyyəvi cəhət. Manna hökmdarı Ahşeri 675-650-ci ildə eradan əvvəl hakimiyyətdə olmuşdu. Onun hakimiyyəti dövrünə aiddir. Assuriya ərazilərinə hücum edilməsi. Bəli, cavabımız elə A variantıdır. Assuriya ərazilərinə hücum edilməsi. Həmçinin onun hakimiyyət dövründə İskitlərlə ittifaq yaradılmışdı. Urartu hökmdarı ilə ittifaq bağlanması yanlışdır. Mannanın yenidən Assuriyadan asılı vəziyyətə düşməsi yanlışdır. Daha doğrusu Ahşerinin hakimiyyəti dövründə yox, Ahşer hakimiyyətdən gedəndən sonra artıq münasibətlər bərpa olunur. Assuriyanın paytaxtının ələ keçirilməsi yanlışdır. Midiyaya qarşı Assuriya ilə ittifaq bağlanması yanlışdır. Növbəti suala baxaq. Deməli, dördüncü suala baxırıq. Karra döyüş və Amid döyüşlərinə aid ümumi cəhəti müəyyən edin. Karra döyüşü eradan əvvəl 53-cü ildə olmuşdu. Amid döyüşü isə 359-cu ildə olmuşdu. Alban qoşunları Sasaniləri müttəfiq kimi iştirak etmişdi Amid döyüşündə. Müttəfiqlər tərəfindən Roma qoşunlarına məğlub edilməsi elə cavabımız B variantıdır. Karra döyüşündə Parfiya ilə Roma arasında olmuşdur. Parfiyaya kömək eləmişdir Atropatena. Amid döyüşündə isə Sasanilərlə Albanlar birləşmişdi Romalılara qarşı. Yəni müttəfiqlər tərəfindən Roma qoşunlarının məğlub edilməsi aiddir. Atropatena və
və Parfiyanın müttəfiq olması bu Karra döyüşündədir. Eradan əvvəl 1-ci əsrin ikinci yarısında baş vermişdir. 1-ci əsrin ikinci yarısında baş verməyib, deməli, Karar döyüşü 1-ci əsrin birinci yarısına baş verib. Çünki eradan əvvəl 50-dən 100-ə qədər birinci yarıdır. 1-dən 50-yə qədər isə ikinci yarıdır. Albaniyanın öz ərazilərini geri qaytarması heç birinə aid deyil. 5-ci suala baxırıq. Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti dövrünə aiddir. Mehranilər sülaləsi 630-dan 705-ci ilə qədər hakimiyyətdə olmuşdu. Bizans imperiyası ilə ittifaqın bağlanması. Bəli, Alban hökmdarı Cavanşir 654-660-cı illərdə Bizans imperiyası ilə ittifaq bağlayıb. Davam eləyək. 6-cı sualla 9-11-ci əsrlərdə Azərbaycan hökmdarlarına aid uyğunluğu müəyyən edin. Əbu Tahir və Əbüləsvar Şabir. Əbu Tahir Şirvanşahlar dövlətinə aiddir, Əbüləsvar Şabir isə Şəddadilər dövlətinə aiddir. Beyləqanın Şəddadilər dövlətinə birləşdirilməsi Fəzl bin Məhəmmədin hakimiyyət dövrünə aiddir. Hətta Gəncədə öz adına pul kəsdirmişdi. Səlcuq dövləti ilə müqavilənin bağlanması Əbüləsvar Şabirə aiddir. Müstəqil dövlətin əsasını qoyması heç biri müstəqil dövlətin əsasını qoymayıb. Çünki Əbu Tahir olduğu dövlət, Şirvanşahlar dövlətinin əsasını Heysəm ibn Xalid tərəfindən qoyulub 861-ci ildə. Əbüləsvar Şavurun olduğu dövlət, Şəddadilər dövlətinin əsasını isə Əli Ləşkəri qoyub. Paytaxtın Şamaxıya köçürülməsi, bəli, bu Əbu Tahirə aiddir. 918-ci ildə paytaxt Şirvandan Şamaxıya köçürülmüşdür. İqtisadi sahədə və orta islahatların keçirilməsi isə Əbüləsvar Şavur'a aiddir. Cavabımız C variantıdır. Növbəti suala baxaq. Hülakilər və Cəlalilər dövlətinə aid oxşar cəhət. Hülakilər dövləti 1256-dan 1357-yə qədər mövcud olub. Cəlalilər dövləti 1340-dan 1410-a qədər mövcud olmuşdur. Cəlalilər dövləti 1359-cu ildə Təbrizi, 1367-ci ildə Şirvanı tutandan sonra Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirmişdir. Deməli, Qızıl Ordu dövlətinin hücumuna məruz qalması elə cavabımız A variantıdır. Hülakilər dövlətinə, məsələn, Canı bəyin Azərbaycanın yürüşü nəticəsində süqut eləmişdi 1357-ci ildə. Cəlalilər dövlətdə Toxtamışın hücumu zamanı Toxtamışa qarşı müqavimət göstərmədən həmin dövrdə Cəlalilər hökmdarı Bağdada çəkilmişdi. Deməli, ilk paytaxtın Marağa olması, Marağa Təbriz, Sultani yenidən Təbriz, bu Hülakilər dövlətinə aiddir. Qaraqoyun dövlətlə müharibə aparılması Cəlalilər dövlətinə aiddir. Teymuri dövlətinin hücumuna məruz qalması, deməli, Cəlalilər dövlətinin Azərbaycanda olduğu illərə aiddir. Yəni, bu digər variantlar uyğun gəlmir. Yalnız A variantı uyğundur. 8-ci suala baxaq. Biraz bunu böyle rahat şəkildə görün. Deməli, uyğunluğu müəyyən edin. 1435-ci ildə Təbriz yaxınlığında baş verən döyüşdə Şaxruğun qalib gəlməsi və Azərbaycanın idarə edilməsinin Cahanşaha tapşırılması. Birinci variantımız uyğundur. Çünki 1435-ci ildə Şaxruq qalib gəlir və Azərbaycanın idarəsini Qara Yusifin kiçik oğlu Cahanşaha tapşırır, gedir və bu zaman 1436-dan 1447-yə qədər Cahanşah Teymurilərdən asılı vəziyyətdə Azərbaycan torpaqlarını idarə edir. 1447-ci ildə Şahrux öləndən sonra isə müstəqillik əldə edir. Venesiyanın vəd etdiyi hərbi donanma ordusuna göndərməməsi, Ağqoyunları məğlub edən Osmanlılar tərəfindən Trabzonun tutulması. Bu 1472-73-cü il döyüşlərinə aiddir. 1461-də tutulub Trabzon, ona görə aid ola bilməz. Cahanşahın Teymur hökmdarı Əbu Səidlə barışıq müqaviləsinin imzalanması bu 1459-cu ildədir. Amma baxaq, Cahanşahın 1447-ci ildə müstəqil siyasət yeritməyə başlaması. Yəni, hadisə birinci olmalıdır, sonra onun nəticəsi olmalıdır. Biri 1459-dur, biri 1447-dir. Uyğun deyil, ona görə üçü götürmürük. Azərbaycanda yarımköçəri feodal əyanların qiyam qaldırması, Cahanşahın 1459-cu ildə Teymur hökmdarı Əbu Səidlə barışıq müqaviləsinin imzalanması aiddir. Deməli, barışıq müqaviləsi 1459-da imzalanıb. Belə testin cavabında 3-cü sualın cavabı verilib. 5-ə baxırıq. Qızıl Ordu xanının Təbrizə elçi göndərərək cənub sərhədlərinin pozulmaması haqqında təminat alması, Moskva knyazlığının ittifaq təklifinin Həsən Paşa tərəfindən qəbul edilməməsi 5 də doğru cavabımızdır. Ona görə cavabımız 1, 4, 5, 8-də cavab Y variantıdır. Növbəti sualın izahına baxırıq. 9. Şah İsmaildən fərqli olaraq Şah Təmasibin hakimiyyət dövrünə aiddir. 1501-dən 1524-də Şah İsmail, 1524-dən 1576-ya qədər birinci Təhmasib hakimiyyətdə olmuşdur. Deməli,
Xorasan uğrunda özbəklərlə mübarizə aparılması, Xorasan uğrunda özbəklərlə mübarizə aparılması Şah İsmailə aiddir, Şah Təhmasibə aid deyil. Bizdə Şah Təhmasibin dövründə olanları götürməliyik. Osmanlı dövləti ilə sülh müqaviləsi imzalandı. Bəli, 1555-ci il Təhmasibin dövründə Amasya sülh müqaviləsi imzalanmışdı. Amudəridən Fərəd çayına qədər olan ərazilər Səfəv imperatorluğuna daxil edildi. Bu heç birinin fəaliyyət dövrünə aid deyil. Dərbəndlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Bəli, 1538-ci ildə Dərbəndlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Azərbaycan torpaqlarının əksər hissəsi vahid dövlətdə birləşdirildi. Deməli, Azərbaycan torpaqlarının əksər hissəsi yox, bütöv hissəsi, yəni bütöv vahid halda birləşdirildi. Şah Təmasibin dövründə 1551-ci ildə şəklini tutur və Azərbaycan torpaqlarını vahid halda birləşdirmişdi. Davam eləyək 10-cu sualla. 9-da cavabımız A variantıdır. 10. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətində mövcud olmuş Qarabağ, Çukurşət və Şirvan bəylərbəyliklərinin mərkəzini müvafiq olaraq müəyyən edin. Deməli, Qarabağın mərkəzi Gəncə ərazisidir. Çukursədin mərkəzi İrəvan ərazisidir. Şirvanın mərkəzi Şamaxı ərazisidir. Biz xanlıqlar dövrünü keçəndə qeyd edirik ki, Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlığı yaranmışdı. Çukursət bəylərbəyliyi ərazisində isə İrəvan və Naxçıvan xanlığı yaranmışdı. Deməli, növbəti suala keçək. Xronoloji ardıcıllığı müəyyən edin. Vestfaliya sülh müqaviləsinin bağlanması 1648-ci ilə aiddir. ABŞ-ın konstitusiyasına hüquqlar haqqında bil adlanan düzəlişlərin əlavə edilməsi 1791-ə aiddir. Parisdə bağlanmış sülh müqaviləsi ilə İngiltərə ABŞ-ın müstəqillik tarixinə 1783-ə aiddir. İngiltərədə Şanqli inqilabının baş verməsi 1688-ə aiddir. 1660-dan 1688-də Stuartlar sülaləsinin restavrasiya ikinci dövrüdür. Deməli, davam eləyək. 12. Osmanlı hökmdarı Orxan Qazinin hakimiyyəti dövrünə aiddir. Deməli, Orxan Qazi hakimiyyətdə olub 1326-dan 1362-yə qədər. Paytaxtın Ədirnəyə köçürülməsi 1-ci Murada aiddir. Osmanlı ordusunun Çirmən döyüşündə qalib gəlməsi 1371 1-ci Murada aiddir. Serbiyanın Osmanlı dövlətinin asılığı qəbul etməsi 1-ci Murada aiddir. Maltepe döyüşündə Bizans qoşunu üzərində qələbənin qazanması 1329 Orxan Qazinin hakimiyyəti dövrünə aiddir. Deməli, dövlətin ərazisinin inzibati baxımından paşalıqlara, sancaqlara bölünməsi Orxan Qazinin hakimiyyəti dövrünə aiddir. 13-cü suala baxırıq. Azərbaycan SSR-də baş vermiş hadisələrin yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınır. Kəndlərin ərzaq vergisinin yığılmağa başlanması 1922-ci ilə aiddir. Yeni iqtisadi siyasətdən sonra deməli, ərzaq vergisinin yığılmağa, kəndlərdə ərzaq vergisi yığılmağa başlanılır. İlk konstitusiyanın qəbul olması 1921-dir. Bütün mülkədar vəqf torpaqlarının müsaade edilməsi haqqında dekretin verilməsi 1920-dir. Deməli, biz 20-ni birinci verilmiş 22-dən əvvələ keçirməliyik. Ən birinci gəlməlidir 3, sonra 1 gəlin. 1 ilə 3-ün yerini dəyişsək biz, xronoloji ardıcıllığımız düzgün alınır. Kollektivləşməyə əleyhinə üsyanların baş verməsi 30-cu illərdir və ilk üsyan Şəmkirdə baş vermişdir. Ona görə 13-də cavabımız A variantıdır. Növbəti suala baxaq. 14 uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Biz bunu biraz da yaxınlaşdıraq ki, yaxşı görün. Yox. Belə. Erkən orta əsrlər türk dövlətləri, Avropa Hun dövləti və Axund dövləti. Avropa Hun dövləti 370-dən 470-ə, Axund dövləti isə 4-cü əsrin ikinci yarısından 567-yə qədər mövcud olmuşdu. Baxırıq birinciyə. Deməli, Sasanililərin müharibə aparılması Avropa Hun dövlətinə aid deyil, Axund dövlətinə aiddir. 5-ci əsrin ikinci yarısında süqut etməsi, bəli, 470-ci ildə Avropa Hun dövlətinə aiddir. Bizansın illik xərac ödəməyə məcbur edilməsi, bəli, Atıllan yürüşlərindən sonra, deməli, BC, 1-ə BC, Axund dövlətinə aiddir. 5-ci əsrin ortasında Sasanililərə qarşı qələbə müharibə aparılması, bəli, tamamilə doğrudur. Hindistan bütövlükdə işğalının başa çatdırılması, bütövlükdə yox, şimal-qərbinin işğalı başa çatdırılmışdı Mihraqulu xanın hakimiyyəti dövründə. Buna diqqət yetirmək lazımdır. C variantı, Eftalitlər dövləti kimi tanınması, bəli, 5-ci əsrdən Axund dövləti Eftalitlər dövləti kimi tanınır. Cavabımız D variantıdır.
15-ci suala baxırıq. 30 illik müharibənin nəticələrindən biri, demək 30 illik müharibə 1618-dən 48-ə qədər olub, Vestfaliya sülhü ilə başa çatıb. Deməli, nəticələrindən biri nədir? 15-də cavabımız Y variantıdır. Almaniyada knyazlıqlar feodal qaydalarını yenidən gücləndirdi. Bəli, çünki Almaniya xırda knyazlıqlara parçalandı. Siyasi üstünlük burada İspaniyadan Fransaya keçmişdi. Hətta belə müqavilələr də ki, suveren dövlətlərin bərabərliyi elan olunmalı idi. Qayda-qanunlar tənzimlənirdi də. 16-cı suala baxaq. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin fəaliyyəti dövrünə aiddir. İkinci hökumət kabineti 19 iyundan 7 dekabra qədər olmuşdu. Baxaq variantlara. Bir müddət qanunverici səlahiyyətləri də həyata keçirilməsi, bəli, tamamilə doğrudur. Qarabağ general qubernatorunun təsis edilməsi 1919-un fevral ayındandır. 3-cü hökumət kabinetinə aiddir. General Thomsonun başçılığı ilə İngilis qoşunlarının ölkə ərazisini tərk etməsi bu 26 dekabra aiddir. Amma ki, ikinci hökumət kabineti başa çatıb 7 dekabrda Naxçıvan bölgəsinin müdafiəsini təmin etmə məqsədilə Araz Türk Respublikasının yaradılması 1919-un fevral-mart aylarına aiddir. Bu üçüncü hökumət kabinetinə aiddir. Xəzər dənizində Azərbaycan hərbi donanmasının yaradılması 4-cü hökumət kabinetinə aiddir. 1919-cu ildə Yusif Bəylinin başçılıq etdiyi hökumət kabinetlədir. Amma ikinci hökumət kabinetinin başçılıq eləyirdi Fətəli xan Xoyski. İndi isə baxaq biz 17-ci suala. 6-cı yüzilliyin əvvəllərində Afinada sol islahatlarının nəticəsi. Deməli, Afinada sol islahatı 594-cü ilə keçirmişdi eradan əvvəl. Torpaq məsələsi, bir də vətəndaşların vəzifə tutma məsələsi həll olunmamışdı. Vəzifə tutma məsələsi Periklın dövründə həll olunacaq. Baxaq cavablara. Demək, hər bir vətəndaş dövlət idarəsində vəzifə məsələsi yox idi. Hüquq və vəzifələrin əməkdaşına görə müəyyən olunmağa başlamışdı. Bəli, tamamilə doğrudur. Vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən edilməyə başlanmışdı. C variantı Yunanıstanda tiranlığın ləğv edilməsinə gətirib çıxartdı. 6-cı yüzilliyin sonlarında üsyan nəticəsində tiranlığa son qoyulmuşdu. Zorla hakimi tiran nə idi? Zorla hakimiyyəti ələ keçirmək deməkdir tiranlıq. Deməli, əmlakdan asılı olmayan bütün vətəndaşların siyasi vəzifə seçməyi, yoxsulların vəzifə seçmə hüququ yox idi. Sosial ziddətlər tamamilə həll olmadı, çünki torpaq məsələsi həll olunmadı. 18-ə baxırıq. 18-ci sualda Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Eyler-Venn diaqramına neft sənayesi 19-cu əsrin ikinci yarısında. Baxaq. 18-də, deməli, 1-ə baxaq. İlk İnsar Birliyinin yaranması, bəli, bu neft sənayesinə aiddir. Deməli, 1-ə A variantı uyğundur. Xarici kapitalın daxil olması, həm əlvan metallurgiyada, həm də neft sənayesində həmin dövrdə xarici kapital axını var idi. Ona görə oxşar cəhət B variantı. Deməli, milli kapitalın üstünlük təşkiləsi hələ ki xarici kapital axın eləyirdi, milli kapital axın eləmirdi. Alban kapitalının əsasında inkişaf etmişdi. Alman kapitalı əsasən əlvan metallurgiya sənayesində idi. İltizam sisteminin ləğv edilməsi bu neft sənayesinə aiddir. 1872-ci ilə aiddir. Növbəti suala baxırıq. 19-cu sual Pinçen sazişin şərtlərinə aiddir. Uşaqlar, əksər testlərdə Pinçen sülhünün şərtləri düşür. Xüsusilə uşaqlar burada çaşırlar ki, bu Sin sülaləsidir, yoxsa Xan sülaləsidir. Bax, bu sual mən inanıram ki, qəbul imtahanlarında düşəcək. Yəni, dəfələrlə bu təkrarlanır. Xan sülaləsinin hökmdarı hər il xərac ödəməyi öz üzərinə götürmüşdü. Pinçen müqaviləsi eradan əvvəl 200-cü ildə Mete xanın hakimiyyəti dövründə Çinlilərlə Hunlar arasında bağlanmışdı. Birinci cavab doğrudur. 2. Çinin cənub əraziləri Hun dövlətinə verilmişdi. Çinin cənubu yox, şimalı Hun dövlətinə verilmişdi. Cənub məsələsi yoxdur. Çin ticarət yollarında Hunların nəzarətinə keçmişdi. Bəli, tamamilə doğrudur. Çin böyük hökmdarı canişinlər idarə etməli, canişin məsələsi yoxdur. Hun dövlətinin Çinin asılına son qoyuldu. Yanlışdır. Cavabımız 1, 3-dür. Növbəti suala baxırıq. Aha,
Mətin verib. Sülhün ən ağırlı məqamlarından biri 15-ci maddə idi. Bu maddədə Qacarların daxili əyalətlərində yaşayan əhalinin Rusiya sərbəst köçürməsinə şərait yaratdığını əks olunurdu. Bu maddəyə uyğun olaraq Rusiya Qacarlar müharibələrin gedişində xəyanət yolunu tutmuş ermənilərin kütləvi surətdə Cənubi Qafqaza əsasən Azərbaycan torpaqlarına köçürülməsi prosesi başlandı. Bu Türkmənçay müqaviləsidir. 1828-ci ilə aid olan müqavilədir. Baxaq, deməli 19-cu əsrin birinci rübündə 1828 artıq birinci rübü kənara keçir, çünki bir rübümüz 25 ildir. Deməli, Qacarlar dövləti Rusiyaya hərbi təzminat ödəməsi, e, hərbi təzminat məsələsi Türkmənçay müqaviləsində nəzərdə tutulmamışdı. Xəzər dənizinin Qacarlar dövlətinin daxili dənizi kimi tanınması Rusiyanın daxili dənizi kimi tanınmışdı. Xəzər dənizində hərbi donanma saxlama hüququ yalnız ruslara məxsusdur. Bəli, cavabımız budur. Yalnız ruslara məxsus idi. Ermənilərin Osmanlı dövləti ərazisindən Qarabağ, İrəvan, Naxçıvana köçürülməsi 1829-cu il Ədirnə müqaviləsindədir. 21-ci suala baxırıq. 19-cu əsrin ikinci yarısında və İrəvan və 20-ci əsrin əvvəllərində Bakı şəhərlərinə də oxşar cəhət. Müəllimlər seminaristinin fəaliyyət göstərməsi, deməli, İrəvanda müəllimlər seminarisi 1881-dir, 81-ci ildədir. Bakıda da Qori müəllimlər seminariyasının fəaliyyət göstərməsi də Azərbaycan şöbəsinin açılması 79-da. İlk teatr binasının inşa edilməsi, deməli, Cənubi Azərbaycanda ilk teatr binası 1916-da inşa edilib. Tamaşa göstərilib 1909-da, teatr binası isə 16-dadır. Yəni Cənubi Azərbaycanda e, bizdə nə soruşur? İrəvan ərazisi soruşur. Hər ikisi şimal ərazisidir. Ona görə heç biri aid deyil. İrəvan ərazisində deyildi. Azərbaycanda qəzetinin nəşr edilməsi aid deyildi. Satirik mətbuat məsələsinin qoyulması Molla Nəsrəddin jurnalı ilə Azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılması 1900-cü ildədir. Oxşar cəhət yalnız müəllimlər seminarısının fəaliyyətə başlanması idi. 20-ci yüzilliyin əvvəllərində ABŞ-da Theodor Rooseveltin daxili siyasətinə aiddir. Theodor Rooseveltin hakimiyyətləri 1901-dən 1909-a qədərdir. Theodor Roosevelt trestlər əleyhinə qanun vermişdi, yəni dövlətin nəzarətini gücləndirmişdi. Bir də böyük dəyənək siyasəti yeritmişdi. O da onun xarici siyasəti, daxili siyasəti ilə. Variantları vaxtında böyük dəyənəki görə bilir. Bir də iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini görə bilir. B variantına baxın. Digər məsələlər isə uyğun deyildi. O konstitusiyaya bağlı heç bir şey eləmir. Tədrici prinsipi də ona aid deyil. Deməli, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsində ilk addımların atılmasına aiddir. Amma böyük dəyənək siyasəti xarici siyasətdir. Latin Amerikasında söz sahibi olmaq uğrunda böyük dəyənək siyasətini irəli sürmüşdür. Baxaq. Hə, 23-cü suala baxırıq. 2023-cü il sentyabr ayında Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatlarının keçirilməsinin səbəbləri, deməli, Ermənistan rəsmi şəkildə Azərbaycan ərazi bütövlüyünü tanımaqda imtina edir, tanıyır. Xankəndidə hərbi xuntanın Qondarma Dağlıq Qarabağ Respublikasının yaradıldığını elan etməsi, xeyr, Qondarma Dağlıq Qarabağ Respublikası tamamilə ləğv olunur, ona görə aid deyil. Deməli, Rusiyanın sülh məramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazidə Ermənistanın qeyri-qanuni yollarla əsgər və silah göndərməsi aiddir. Qanunsuz silahlı birləşmələrin şəhər və məntəqələrdə davamlı olaraq müxtəlif silahlarla atəşə tutması aiddir. Qanunsuz silahlı birləşmələrin mina terroru həyata keçirməsi aiddir. Cavabımız 3, 4, 5. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının fəaliyyətinə aid oxşar cəhət Təbrizdə konsulluğun açılması bu məşhur suallardan biridir. Bəli, bu hər ikisinə aiddir. Daha sonra Konstitusiya, ümumiyyətlə AXC-də konstitusiya olmayıb, məcburi və qaçqın köçkünlərin problemini həll istiqamətində tədbirlərin görülməsi, biz bunu oxşar cəhət kimi götürə bilərik. Hər ikisində var idi. Torpaq məsələsi AXC-də yox idi. Türkiyə Respublikası və Gürcüstanla hərbi müdafiə paktının imzalanması AXC dövründə Türkiyə Respublikası yox idi. Osmanlı dövləti idi. Türkiyə Respublika elan edilməmişdi. 1919-cu ildə fəaliyyətə başlayan Paris Sülh Konfransında tətbiq edilən mandat sisteminə aid deyil. Mən Versal Vaşinqton sistemini YouTube kanalında yerləşdirmişəm. İstəsəz girib baxa bilərsiniz orada. Deməli, mandat rejimi qalib dövlətlərə ərazi ilhaq etmələrinin bir alternativi oldu. Deməli, bu aiddir. Fransa mandat sahibi ola bilmədi. Bu
Bu aid deyil. Fransa mandat sahibi oldu. Almaniyanın müstəmləkələrinə olan, hətta Fransa, İngiltərə, Belçika, Yaponiya arası mandat sahibi oldu da. Almaniyanın müstəmləkələri olan yaxın şərqdəki ərəb torpaqları bəzi qərb dövlətlərə verdi. Almaniya müstəmləkələri yox, Osmanlı müstəmləkələri olmalı idi. İngiltərə həmçinin onun dominiyanları mandat sahibi oldu. Bəli, tamamilə doğrudur bu. İngiltərə və həmçinin dominiyanları mandat sahibi olmuşdu. Cavabımız deməli burada olur. Fransa mandat sahibi ola bilmədi, yanlışdır. Almaniyanın müstəmləkələri olan yaxın şərqdəki ərəb torpaqları bəzi qərb dövlətlərə verildi, yanlışdır. Növbəti sualın izahına baxırıq. Xəritədə rəqəmlə verilmiş rayonun xronoloji ardıcıllığını müəyyən edin. Deməli, baxaq, uşaqlar, diqqətlə baxın. Deməli, bizdən nə istəyir? Bizdən işğal ardıcıllıqlarını soruşur. Bura Cəbrayıl ərazisidir. Bura Füzuli ərazisidir. Bura Ağdam ərazisidir. Bura isə Kəlbəcər ərazisidir. İşğal bilirsiniz necə olub? Bu hissə işğal olunur birinci. Yadınızda saxlayın həmişə. Bu üç şey işğal olur. Sonra daxil olurlar bura. Sonra belə gedirlər. Baxın, baxın. Görürsünüz də yəqin ki. Bu hissələri işğal eləyirlər. Bu hissələri işğal eləyəndən sonra artıq o e, mən sizə istəsəz belə qələmlə də göstərim. Hı -hı. Baxın, bax, belə gəlir, belə. Birinci bu qol belə getdi. Qol da bu istiqamətdən hərəkət edir. Bura gedir, sonra bura gedir. Sonra belə, buradan dönürlər bura. Bu ərazilər üzrə müqavilə ilə şey olur da, e, azad olunur. Girirsiniz. Turan taktikasının gözəlləri. Hər tərəfdən mühasirə alınır. Sonra içəridən hamısını yenilər, işğal edirlər və Azərbaycan torpaqları işğaldan azad olunur. Təbii ki, burada qəhrəman əsgərlərimizin igidliyini unutmaq olmaz. Davam eləyək. 27-ci suala uyğunluğu müəyyən edin. İkinci xaçlı yürüşü və üçüncü xaçlı yürüşü. İkinci xaçlı yürüşü 1147-dən 1149-a, üçüncü xaçlı yürüşü də 1189-dan 1192-ci ilə qədər olmuşdu. İkinci xaçlı yürüşü xaçlılar üçün uğursuz olmuşdu. Səlcuqlarla döyüşdə məğlub olmuşdu. Eyni zamanda Bizans vəd etdiyi dəstəyi göstərməmişdi. Üçüncü səlib yürüşü isə Təbəriyə döyüşü olmuşdur və Təbəriyə döyüşündə, daha doğrusu üçüncü səlib yürüşündə Təbəriyə döyüşü olmayıb. 1187-ci ildə Təbəriyə döyüşü olur. 1189-dan 1192-ci ilə qədər olmuşdur üçüncü səlib yürüşü. Deməli, baxırıq variantlara. A variantı müqəddəs Roma İmperatoru İngiltərə, Fransa krallarının iştirakı ilə başlamışdı. Deməli, bir də ikinci xaçlı yürüşü. Bu üçüncü xaçlı yürüşünə aiddir. Roma imperatorluğu İngiltərə, Fransa krallarının iştirakı ilə başlamışdı. B variantı Mosul hakiminin Edesa'nın tutulmasına cavab olaraq baş vermişdi. Bu ikinci xaçlı yürüşünə aiddir. Roma papası 3-cü Naketin təşkilatçılarla baş vermişdi. Bu dördüncü xaçlı yürüşüdür. 1202-dən 1204-ə qədər Səlcuqlarla mübarizədə məğlubiyyətə uğradı. Bu qeyd eləmişdim əvvəldən. İkinci xaçlı yürüşüdür. Təbəriyə gölü yaxınlığındakı döyüşdə Misir hökmdarı Səlahiddin Əyyubin ordusu tərəfindən məğlub edildi. Bu 1187-dir, amma 3-cü səlib yürüşü 1189-dur. Bax, çaşdırıcı məqamdır. Buna mütləq şəkildə diqqət yetirin. Daha sonra davam eləyək mətn sualları ilə. Mətn suallarına baxaq, yekunlaşdıraq. Mətn suallarına baxaq. Dini düşmənçiliklərə və dövrü müharibələrə baxmayaraq xristian Avropa İslam dünyasından çox şey öyrəndi. E, Həm Yunan elminin fəlsəfəsinin qorunub saxlanması, həm də Hindistan və
Çin kimi uzaq ölkələrin elm və kənd təsərrüfatı, bilik və texnologiya ilin ikinci yarısında Avropada geniş təsirləri olan iqtisadi və texnoloji inkişaf, quru və dəniz ticarətində genişlənmə baş verdi. Avropa iqtisadiyyatının əsas canlılığı və onu daha çox ticarət və yeni resurslarla təmin etmək axtarışı 15-16-cı əsrlərdə Avropanın ekspansionizmin əsas hərəkət verici qüvvəsini yaratdı. Təbii ki, burada böyük coğrafi kəşflərdən söhbət gedir. Böyük coğrafi kəşflər. Mənbədə bəhs olunan hadisələrin başlanma tarixi prosesini adını yazın. Bəli, tamamilə doğrudur. Böyük coğrafi kəşflərdir. Böyük coğrafi kəşflər 29-da bizdən istəyir ki, bəhs edilən tarix prosesi səbəblərdən ikisini yazın. 14-15-ci yüzillikdə Osmanlı türklərinin fəthləri və Avropalı tacir və dövlətlərin şərqlə ticarəti genişləndirməyə çalışması idi. Bəhs edilən tarix prosesinin nəticələrdən ikisini yazın. Yeni qitənin kəşf edilməsi ilə beynəlxalq ticarət əlaqələri genişləndi, müstəmləkə işğallarına başlandı.